Tibb hüququ, səhiyyə qanunvericiliyi maraqlı sahələrdən biridir. Tibb müəssisələrinə hüquqi xidmət göstərən vəkil kimi bəzi məsələləri qeyd etmək istəyirəm. Çox həkimlər və ya tibb müəssisələri elə zənn edir ki, əməliyyat edilən zaman və ya ağır prosedurlu tibbi əməliyyatlar, tibbi tətbiqlər, tibbi müalicələr həyata keçirilən zaman şəxsdən ərizə almaqla həkimlər məsuliyyətdən yayınacaqlar. Ərizənin məzmunu belə olur ki, heç bir şikayətim və tələbim olmayacaq gələcəkdə və könüllü razıyam əməliyyat olunmağa. Halbuki əgər qanunvericiliyə, tibbi protokollara əsasən əməliyyat icra edilməyibsə, həkim əməliyyat icra edərkən pozuntusu varsa, bu həkim bu tibb müəssisəsi məsuliyyət cəlb olunacaq. Hər hansı bir ərizənin alınması tibb müəssisəsini və ya həkimi məsuliyyətdən azad etmir. Sadəcə hər hansı bir tibb müəssisəsinin və ya həkimin əməlində hüquq pozuntusunun olması üçün bununla bağlı müvafiq ekspertiza keçirilməlidir. Ekspert rəy verdikdən sonra məhkəmə və ya hüquq mühafizə orqanları iş üzrə ədalətli qərar qəbul edə bilərlər. Lakin bu o demək deyil ki, ekspertiza həkimin pozuntusunu müəyyən edibsə və ya müəyyən etməyibsə mütləq belə qərar qəbul olunmalıdır. Bu hallarda ekspert rəyi az qalsın müstəsna dərəcədə vacib olsa da məcburi deyil, tövsiyə xarakterlidir. Çünki bəzən ekspertlərin rəylərində də ziddiyyətlər olur. Odur ki, hər hansı bir əməliyyat icra edən zaman, müalicə proseduru tətbiq edən zaman diqqətli olunmalıdır. Protokollara, tibbi qaydalara, qanunvericiliyə mütləq əməl edilməlidir. Ərizənin də alınması yaxşıdır, lakin ərizə sizi pozuntu törətməyə əsas vermir.